Kağız qələm götürürsünüz konkret, A4 kağızları. Deyək ki, 200 ədəd. Qapını bağlayırsınız, kofeni götürürsünüz, 2 saat otaqda tək qalırsınız. Və başlayırsınız yadınıza salmağa ki, işinizdə hansı yarımçıq işlər var. Deyək ki, aha, Müjgan xanıma nə isə demək, okey. Amma mikrofonu dəyişdirməyə xarabdır, kondisioner xarabdır. Otağın işindəki düzəldim. Sonra yadınıza gəldi ki, məhəllədəki itlərə yemək almaq lazımdır. Necə gəldi, fərqi yoxdur. İtirsəz insanlara yadınıza salın adlarını, filan kəs, yarımçıqların hamısı bir yerdən sonra özü hiss edəcəsi qurtardı. Sonra götürün onları kateqoriya üzrə hansısa ya dəftərdə, ya da mobildə, indi etiraf edək ki, mobildir əsas. Kompüterdə papkaları yaradın. Misal üçün, mən sizə deyim. Deyək ki, şəxsi layihələr, biznes layihələri və radio ilə bağlı layihələr. Belə bölün, sonra o layihələrin hərəkətlərini yazın. Ya deyək ki, necə istəsiniz bölün də, alış-verişlə bağlı məsələlər, almalı şeylər, bir gün bəlkə eləyəcəyim şeylər, Nobel mükafatı almaq. Bilirsən, bir gün bəlkə onlar gözünüzdə qalmasın da, qıraqda qalsın, amma itmədi. Əsas ki, itmədi. Sonra deyək ki, şirkətdə görüləsi işlər, daxilən nazirdən burası görüləsi. Bunları sərgiyə salırız və onları mütəmadi həftədə ən azı bir dəfə gözdən keçirin, bir saat. Kafedə oturan ləzzətli istirahətdir. Gözdən keçirin, onda görəcəksiniz ki, beyniniz sanki o zehni yükü buraxdı ora.